Mənim özüm 2009-cu ildə referendum konstitusiya dəyişikliyi idi. Orada biz Respublikaçı Təşviqat qrupu yaratmışdıq. Konstitusiya dəyişikliyinin əleyhinə danışırdıq. Bu adam konstitusiya dəyişikliyini dəstəkləyən, hakimiyyəti dəstəkləyən təşviqat qrupunun rəhbəri ən kəskin formada bizim haqqımızda danışırdı. Bax, indi özünün dost saydığı adamlara lağ eləyir. Biz bir var tənqid eləmək, bir ironiya, lağ eləmək, yuxarıdan aşağı. Bax, onun çıxışlarına baxın, hamısı elədir. Və mən ümumiyyətlə, mənim üçün indi bilirsiniz, Allah rəhmət eləsin, Gözəl Bayramlı vardı, Cəfərə dünyasını dəyişdi. Mənim üçün o da müxalifətçidir, bu da müxalifətçidir, ədalətlidir. Bu müxalifətçi filan deyil. Sadəcə olaraq iqtidar komandasında vurulub və özünə bir düşərgə axtarıb, gəlib burada sığınıb. Və indi onun inkar eləməsi ki, yox, mənim bunların əlaqəm yoxdur. Niyə belə eləyirlər, Tural bəy? Mənə maraqlıdır. Zaten illərlə adam iqtidar cəbhəsində olub və birdən-birə sonradan gəlib, yəni adamlar bu qədər rahat mövqeyini dəyişə bilirlərmi? Dünənə qədər sənin dediklərin, bax dediyiniz çıxışlar, çıxışlar, barbar bağırmalar və bugün gəlib bu şəkildə, bu formatda, güya ki, dırnaq arası müxalif camiyyədə sənin ideyaların nə qədər müxalifəti gözdən salmaqdan başqa. Nədir? Yəni bu ümumiyyətlə ətrafın, insanların, Azərbaycan vətəndaşının müxalif cəbhəyə münasibəti nə olacaq? Nədir? Yəni bugün buradasan, bugün sabah oradasan. Bu qədər mövqe satılması, bu qədər mövqe dəyişilməsi nə qədər insanlıqdır? Bax, elə həqiqətlərə görə idi. Məsələn, Milli Şura var da, o vaxt onun təsis olmasında biz də, mən də iştirak eləmişəm, başqa partiyadaydım. Yox, biz də zaten, amma sizə bir şey deyim, məsələn, Milli Şuranın koordinasiya komitəsinə, əgər Gültəkin Hacıbəylini yazırsansa və yaxud da onu rəhbəriyyət çəkirsənsə, Gözəl Bayramlı və o timsalda müxalifət, həyatını müxalifətə qoy və müxalifətdə dünyası dəyişən xanımları ikinci, üçüncü plana atırsansa, günah tək onun deyildi, ona həm də qucaq açanındır.